Salam əziz izləyicilər. Bugünkü dərsimizin adı Əşyalar danışa bilərmi? Ətrafımızdakı cansız obyektlər öz-özünə səs yaratmır. Səs yalnız həmin obyektə kənar təsir göstərildikdə, toxunduqda, vurulduqda və ya hərəkətə gətirildikdə yaranır. İndi isə biz də müxtəlif materialdan olan əşyalar üzərində sınaqlar apararaq həmin əşyalarda səsin necə yarandığını müşahidə edək. Əlimdəki taxta parçasını və metal qaşığı yüngülcə masaya vururam. İndi isə rezin lenti dartıb buraxaq. Gündəlik həyatda buna bənzər halları tez-tez görə bilərik. İndi isə plastik qaba əzirəm. Bundan da əlavə siz başqa təcrübələrlə cisimlərdə səsin yaranmasını müşahidə edə bilərsiniz. Təcrübə zamanı cisimlərdə titrəyişin baş verdiyini müşahidə edirdik. Titrəyiş nə qədər güclü olarsa, səs də bir o qədər güclü olur. Zəif olduqda isə səs zəif eşidilir. Məsələn, metal qaşıq və rezin lent daha intensiv titrədiyi üçün yaranan səs daha aydın eşidilir. Taxta və plastik qab kimi materiallarda isə titrəyiş daha zəif olduğundan səsin intensivliyi də azalır. Bu müşahidə göstərir ki, səsin gücü cismin hazırlandığı materialın xüsusiyyətlərindən və titrəyişin intensivliyindən asılıdır. İndi isə səsin bizə hansı yollarla çatdığını araşdıraq. Səs əsasən hava vasitəsilə yayılaraq qulağımıza çatır. Lakin səs yalnız havada deyil, başqa mühitlərdə də yayıla bilər. Gəlin bunu kiçik bir təcrübə ilə müşahidə edək. Bu təcrübə üçün gördüyünüz ləvazimatlardan istifadə edəcəyik. Metal qaşıq, ip, xəttkeş və qayçı. İpi təxminən 80 sm uzunluğunda ölçürük. İndi isə kəsirik. Qaşığı ipin ortasına möhkəm şəkildə bağlayaq. İpin uclarını barmağımıza dolayıb, qulaqlarımıza yaxınlaşdırırıq. İndi isə qaşığı xəttkeşlə yüngülcə vuraq. Təcrübənin bu hissəsində mən köməkdən istifadə edəcəyəm. İstəsəniz, müxtəlif ölçülü qaşıqlarla da təcrübəni təkrarlaya bilərsiniz. Bəs nə baş verir? Qaşığa zərbə endirildikdə o titrəməyə başlayır. Bu titrəyiş ip vasitəsilə yayılaraq birbaşa qulağa ötürülür. Beləliklə, səs yalnız hava vasitəsilə deyil, bərk cisimlər vasitəsilə də yayıla bilir. İp vasitəsilə ötürülən titrəyişlər qulağa birbaşa çatdığı üçün daha güclü və fərqli şəkildə eşidilir. İndi isə gəlin bir musiqi aləti hazırlayıb səsin necə yarandığını bir də müşahidə edək. Heç düşünmüsünüz, gitara vasitəsilə səs necə yaranır? Bu fəaliyyətdə əlimizdəki materiallardan istifadə edərək öz gitaramızı hazırlayaq. Gitaranı hazırlamaq üçün bizə lazım olan ləvazimatlar: rəngli karton, xəttkeş, müxtəlif ölçülü rezinlər, karandaş, qayçı, yapışqan lentlər və yapışqan və 2 qələm. İstəsəniz, hazır bir karton qutudan da istifadə edə bilərsiniz. İndi isə kartondan qutu hazırlayaq. Ekranda gördüyünüz sxemə uyğun olaraq kartonu kəsir və hissələri yapışqan lentlə birləşdiririk. Ölçüləri istəyinizə uyğun olaraq dəyişdirə bilərsiniz.
rezin lentləri qutunun ətrafına keçirdirəm. Elə yerləşdirmək lazımdır ki, rezinlər qutunun açıq hissəsinin üzərindən keçsin. Qələmləri isə rezinlərin alt hissəsinə yerləşdirirəm. İndi isə rezinləri dartaraq sınaqdan keçirirəm. Bu zaman yaranan səsi dinləyək. Rezinlərin sayını və ölçüsünü dəyişərək səsin necə dəyişdiyini yoxlaya bilərik. İstəsəniz, quruluşu da özünüzə uyğun dəyişə bilərsiniz. Müşahidələrə diqqət edək. Rezin lent dartıldıqda titrəməyə başlayır və bu titrəyiş nəticəsində səs yaranır. Bu titrəyişlər havada səs dalğaları yaradır və biz bu dalğaları səs kimi eşidirik. Rezin qalın olduqda və ya az dartıldıqda səs daha qalın və aşağı tonlu olur. Daha çox dartıldıqda isə səs daha incə və yüksək tonlu eşidilir. Bu dərsdə biz səsin yaranmasını və yayılmasını müşahidə etdik. Həmçinin bu proseslə daha yaxından tanış olduq. Eyni zamanda öz fərdi alətimizi hazırladıq və onu təcrübədən keçirdik. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşərik. Hələlik!